Alemin ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Əmmə bə'd. Deməli, dünya 4 nəfər üçündür. Əbu Kəbşə Əl-Ənmari radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmdən hədis rəvat edir. Bu hədisi İmam Tirmizi rahimehullah öz sünnəsində nəql edib və hədis həsən, səhih hədisdir. Və Əbu Kəbşə Əl-Ənmari radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmdən belə eşitdiyini xəbər verir. Allah elçisi sallallahu aleyhi və səlləm buyurur ki, Sələsətun uqsimu aleyhinnə və uhaddithukum hadisən fəhfazuhu. Deyir ki, Allah elçisi sallallahu aleyhi və səlləm 3 sinif insan var ki, mən onlar barəsində and içirəm. Və mən sizə onlar barəsində hədis danışacağım. Siz bu hədisi əzbərləyin. Peki siz bu hədisi əzbərləyin. Və sonra buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Mə nəqasə məlu abdin min sadaqa. Sədəqə ilə qulun malı heç vaxt azalmaz. Və la zulimə abdun məzlimətən fəsabara aleyhə illə zədəhullahu izzən. Əgər bir qula zülm olunarsa və o özünə edilən zülmə görə səbr edərsə, Allah onun izzətini artırar. Allah onun izzətini artırar. Və la fətəhə abdun bəbə məsələtin illə fətəhəllahu aleyhi bəbə fəqrin. Qul nə vaxt insanlardan istəmək, insanlardan neysə ehtiyacını ummaq, insanlardan neysə gözləmək, istəmək qapısını açarsa, Allah da ona fəqirlik qapısını açar. Əv kəlimətən nəhvəhə və uhaddithukum hadithan fəhfazuhu qal. İnnəməd dünya li ərbə'ati nəfər. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, dünya yalnız 4 nəfər üçündür. Dünya yalnız 4 nəfər üçündür. Yəni, burada qəsd olunan nədir? Yəni, dünyada yaşayan insanlar bu 4 nəfərdən kənara çıxmır. Yalnız bunlardır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Abdin razaqahullahu mələn və ilmən fəhuvə yettəqi fihi rabbəhu və yasilu fihi rahiməhu və ya'ləmu lillahi fihi haqqan fəhəzə bi afdalil mənazili. İlk öncə qul, Allah bu qulu mal və elmlə ruziləndirib. Allah bu qula həm mal verib, həm də elm verib. Hər ikisi ilə Allah Teala onu ruziləndirib. Və bu qul da həm malında, həmçinindəki elmində Allahdan qorxur. Qohumluq əlaqələrini birləşdirir. Və bu malında və elmində Allahın haqqını qoruyur. Allahın haqqını əda edir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bu ən üstün məqamdır. Bu ən üstün dərəcədir ki, Allah Teala bir kimsəyə həm mal və həm də ki elm verir və qul da Allahın bu malda və elmdə olan haqqını bilir, onu qoruyur və Allahın haqqını ödəyir. Və ikincisi Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, və abdin razaqahullahu ilmən və ləm yerzuqhu mələn fəhuvə sadiqun niyyə. Yəqulu ləv ənnə li mələn lə'amiltu bi'amali fulanin fəhuvə bi niyyətihi fəəcruhumə səvə. Və qul və bu qula Allah Teala elm verib, amma mal verməyib. Allah Teala ona elmlə onu ruziləndirib, amma
dünyavi malı ona verməyib. Lakin o niyyətində sadiqdir. Lakin o niyyətində doğrudur, niyyətində sadiqdir və deyir ki, əgər Allah mənə mal versəydi, mən də filan kəsin xərclədiyi kimi Allah yolunda xərcləyərdim. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, o niyyətinə görə qazanır və onlar savabda eynidirlər. Həm niyyət edən özü, Allah Teala ona elm verib, ikinci sinif insan, elm verib amma mal verməyib. Və o Allah yolunda öz malından xərcləyən kimsəni gördüyü zaman deyir ki, əgər Allah mənə mal versəydi, mən də onun kimi Allah yolunda infaq eləyərdim. Mən də onun kimi Allah yolunda xərcləyərdim. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, ona niyyətindən savabı var. Və onlar savabda eynidirlər. Kimlər? Həm niyyət edən özü, həm o niyyət edən kimsənin gördüyü malından Allah yolunda infaq etdiyi kimsə. Yəni bax, birisi malı var, Allah yolunda xərcləyir, digərinin malı yoxdur, amma niyyəti var ki, əgər Allah mənə maldan versəydi, Allah mənə mal mülk versəydi, mən də onun kimi xərcləyərdim. Əgər həqiqətən də o niyyətində doğrudursa, sadiqdirsə ki, Allah ona o malı versəydi, o Allah yolunda xərcləyəsiydi, onlar savabda birdirlər, əcirdə bildirlər. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, üçüncü sinif insan, dedi ki, dünya 4 nəfər üçündür. Birinci sinif, Allah ona mal və elm verib. Və o malı və elmini qoruyur, Allahın haqqını ödəyir. İkincisi, Allah Teala ona elm verib, amma mal verməyib. Amma mal verən, Allah Teala'nın dünyanı, mal, mülkü verdiyi kimsəni gördüyü zaman deyir ki, əgər Allah mənə də mal, mülk versəydi, mən də onu Allah yolunda infaq edərdim. Və o savabı qazanır. Üçüncü sinif insan, وَعَبْدٍ رَزَقَهُ اللّٰهُ مَالًا وَلَمْ يَرْزُقْهُ عِلْمًا فَهُوَ يَخْبِطُ فِي مَالِهِ بِغَيْرِ عِلْمٍ لَا يَتَّقِ فِيهِ رَبَّهُ وَلَا يَصِلُ فِيهِ رَحِمَهُ وَلَا يَعْلَمُ لِلّٰهِ فِيهِ حَقًّا فَهَذَا بِأَخْبَثِ الْمَنَازِلِ. Üçüncü sinif insan, Allah Teala ona mal verib, amma elm verməyib. Allah Teala ona mal, mülk verib, amma şəri elmi yoxdur. Allah'tan qorxusu yoxdur. Və bu kimsə deyir ki, malını elimsiz hara gəldi xərcləyir. Ehtiyac olana da, olmayana da, halala da, harama da malından xərcləyir. Və bu malında Allah Teala'nın ona verdiyi mal mülkdə Allah'ın haqqını qorumur. Allah'tan qorxmur. Qohumluq əlaqələrini birləşdirmir və Allah'ın haqqını qorumur və buna görə də ən çirkin bir mərtəbəyə düşür. Birincisi ən yüksək, ən uca bir mənzilə çatır və bu üçüncüsü də ki, ən çirkin, ən murdar olan bir mənzilə düşür, dərəcəyə düşür. Yəni Allah qatında ən aşağı olan kimsələrdən olur. Və dördüncüsü Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, وَعَبْدٍ لَمْ يَرْزُقُهُ اللّٰهُ مَالًا وَلَا عِلْمًا فَهُوَ يَقُولُ لَوْ أَنَّ لِي مَالًا لَعَمِلْتُ فِيهِ بِعَمَلِ فُلَانٍ فَهُوَ بِنِّيَّتِهِ فَوِزْرُهُمَا سَوَى. Və dördüncü sinif insan, Allah Teala ona nə mal verməyib, nə də ki, elm verməyib. Və o deyir ki, əgər mənim malım olsaydı, mən də bu malımı filan kəs kimi xərcləyərdim. İnfaq edərdim, yox ha. Fərqlidir. Xərcləyərdim. İnsan var görsən ki, nə deyir? Yəni, deyir ki, mənim də pulum olsa, mən də gedərdim səyahətə, istirahətə və yaxud da ki, haramları niyyət eləyir. Mənim də pulum olsa, mən də gəzərdim, mən də filan şey eləyərdim. Yəni, niyyəti nədir? Haramlar. Aydındır? Yəni, burada fərqlidir. Bu kimsə artıq günahkar kimsəni görüb niyyət eləyir. Allah Teala ona nə mal verməyib, nə elm verməyib. Amma deyir ki, əgər mənə Allah
mal mülk versəydi, mən də gedərdim Dubayda, nə bilim, hardasa, dünyanın harasınsa gəzərdim. Yəni istirahət eləyərdim, öz aləmində istirahət. Yəni günahkar olan kimsələri onların əməllərini niyyət eləyir. Günahkar kimsələri özünə niyyətində onları tutur. Və onların günah əməllərini ki, o əməlləri eləyərdim. Və Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, onun niyyətində ona günah var və onlar günahda birdilər. Yəni o getməyib. Allah Teala ona mal mülkü verməyib ki, o haramların dalınca getsin. Amma niyyəti nədir? Əgər Allah Teala mənə o mal mülkü versəydi, mən də gedərdim. Mən də gəzərdim, tozardım. Mən də havamı dəyişərdim, aydındır. Amma başqası gedib. O gördüyü adam, deyək, həsəd apardığı adam o gedib. Onlar günahda eynidirlər. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, onlar günahda eynidirlər. Yəni baxın, həqiqətən də yəni Peyğəmbər sallallahu aleyhi ve sellemin sözləri və bu insanların halını bizə açıqlaması həqiqətən çox təəccüblüdür. Yəni insanların halına baxdığımız zaman görürsən ki, bu dörd şeydən kənara çıxmır. Birincisi Allah Teala, birinci sinif insan, Allah Teala ona həm elm verib və həmçinindəki mal mülk verib. Və bu malında, mülkündə və elmində Allahdan qorxur. Allahın haqqını ödəyir. İkinci sinif insan, Allah Teala ona elm verib, amma mal verməyib. Və bu kimsə elminlə malını idarə eləyə bilir. Elminlə özünü qurtara bilir, amma malınla yox. Ona görə insanı qurtaran onun elmidir, malı deyil. Bax, ikinci sinif insan. Elmi var, amma malı yoxdur. Nə niyyət eləyir? Niyyət eləyir yaxşı adama, salih adama niyyət eləyir. Ki, Allah mənə də mal mülk versəydi, mən də onun kimi Allah yolunda infaq eləyərdim. Savabda eynidirlər. Onun savabını o da qazanır. Və üçüncü sinif insan, Allah Teala ona mal verib, amma elm verməyib. Mal verib, mal mülk verib, Allah Teala ona dünyanı verib, amma elm verməyib. Və malını, mülkünü hara gəldi xərcləyir. Harama, halala, məhəl qoymadan xərcləyir, Allahın haqqını qorumur və bu da ki, ən murdar mənzilə düşür. Yəni bax, mal insanı qurtarmadı. Çünki elm yoxdur. Çünki Allahdan qorxu yoxdur. Çünki şəri elm yoxdur. Və dördüncü sinif insan da ki, Allah ona nə mal verməyib, Allah Teala ona nə mal verməyib, nə də ki elm verməyib. Nə mal mülk verməyib Allah Teala ona dünyadan, nə də ki elm verməyib və üstəlik də ki neyniyir? Günahkar kimsələri görüb onlarla sanki bir xəyal qurur, arzu eləyir. Allah mənə mal mülk versəydi, mən də onlar kimi gəzərdim, tozardım. Aydındır, kafirləri özünə bir növ onların yaşayışını, onların halını xəyal edir, arzu edir. Ki, kaş ki məndə də olardı. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, onlar günahda bərabərdilər. Və Allahdan istəyirəm ki, Allah Teala bizləri eşidib faydalananlardan eləsin. Allah Subhanahu taala bizə dünyada ilk öncə həm dünyamızı, həm axirətimizi islah edən elmi bizə nəsib eləsin. Allah Teala bizlərə bildiyimizə əməl etməyi müvəffəq eləsin. Allah Subhanahu taala bizə həm dünyada və həm axirətdə bizə fayda verən və bizi oddan qurtaran elmi bizə nəsib eləsin. Və bundan sonra da Allah Subhanahu taala bizə həm dünyada və həmçinindəki axirətdə bizə fayda verəcək mal mülkü nəsib eləsin. Allah Subhanahu taala bizi azdıran, bizi fitnəyə salan, bizi özündən, itaətdən, Allaha olan itaətdən uzaqlaşdıran mal mülkdən uzaq eləsin. Subhanaka Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və ətubu ileyk.